Salam, bugün sizlərlə tənliklərin 4-cü bölməsi rasional tənlikləri keçəcəyik. Burada ortaq məxrəcə gətirməkdir, başqa heç bir qayda yoxdur. Bir də biz bilirik ki, məxrəc 0 ola bilməz. Cəmi 2 dənə qaydadan istifadə edəcəyik. Bir ortaq məxrəcə gətirmək, bir də məxrəc 0 ola bilməz. Baxaq elə, getdik birinci sualdan. Nəyi nəyə vuranda 0 olur? Baxın, vurmadır və cavab 0-dır. 0-ı 0-a vuranda. Bir dəfə uşaqlar, baxın, birinci sualı yazıram. Bir dəfə 1 çıx x-i 0-a bərabər eləyəcəm. Bir dəfə də o biri mötərizəni, yəni 1 çıx 1 bölü 1 çıx x-i 0-a bərabər eləyəcəm. 1-dən nə çıxanda 0 eləyir? 1. Birinci kökü tapdım ki, 1-dir. İndi ikincini hesablayıram. 1-dən nə çıxanda 0 eləyir? 1. 1 bölünsün 1 çıx x bərabərdir 1. 1-i nəyə bölsən 1 eləyər? 1-ə. 1-dən nə çıxanda 1 eləyir? 0. O biri kökü də tapdım 0. Uşaqlar, gəlin bu kökləri sarı ilə göstərim. Kökün birini 1 tapdım, birini də 0 tapdım. Dedim amma ki, uşaqlar, bax qaydamız budur. Məxrəc görəndə məxrəci yoxla. Məxrəc, uşaqlar, mütləq yoxlanmalıdır və məxrəc 0 ola bilməz. Yəni, nə olmalıdır? 0-dan fərqli olmalıdır. Bir dəfə 1 qoyaq. Uşaqlar, 1-i məxrəcə qoyun görüm. 1-dən 1-i çıxanda nə olur? 0. Axı, məxrəc 0 ola bilməz. Yəni, 1-i qoya bilmirəm. 1-i qoysam, məxrəc 0 olur. Amma 0 qoyanda 1-dən 0-ı çıxın, 1 eləyir. Məxrəc 1 ola bilər. Yəni, cavabımız 0-dır. 0-ı məxrəcə qoyanda 0-laşmır. Yəni, A variantıdır. Üçüncü sual. 2-də 1 kəsrinin sürət və məxrəcinə hansı ədədə əlavə etdikdə 10-da 8 alınar? Nə oxuyursunuz, onu köçürürsünüz də. Eyni ədədə əlavə edirəm sürətə də, məxrəcə də. Deyir, 10-da 8 alınır. 10-da 8 cüt ədəddir. Hər tərəfi nəyə ixtisar edeyim? Bütün cüt ədədlər 2-yə ixtisar gedir. 4-dən 5. Kəsir görəndə nə edirəm? Çarpaz vururam. 5-i 1 üstə gəl x-a vuranda eləyir 5 üstə gəl 5-dən x. 4-ü 2 üstə gəl x-a vuranda eləyir 8 üstə gəl 4x. X-ları bir tərəfə yığıram, ədədləri bir tərəfə yığıram, 8-dən 5-i çıxıram 3. X-i tapdım 3 deməli, hər sürətə də, məxrəcə də 3 əlavə eləyəndə 10-da 8 alınır. Gəlin yoxlayaq, 1-in üstünə 3 gəlin 4, 2-nin üstünə 3 gəlin 5. 4-ü 5-ə bölün, bölünmür. 0 tam, 40-ı 5-ə bölün, 8. Həqiqətən də 0-10-da 8 alınır. 5-ci sual. Yenə uşaqlar, kəsir görürüksə, bircə dənə qaydamız var. Ortaq məxrəc eləyirik. Ən sonda da yoxlayırıq ki, görək 0 olmadı. Məxrəc eləməliyik ki, 0 olmasın. Biraz nazikləşdirəcəm, çox az. Çünki çox qalın yazır. 5-ci sual. X, bir də x üstə gəl 2. Ortaq məxrəcə gətirirəm, x-la x üstə gəl 2. X-a böləndə x üstə gəl 2 alınır. O birisi alınırdı, uşaqlar. X böl 2-yə də böləndə x alınır. Bərabərdir 1. Sürətdə nə alındı? 4x üstə gəl, 4-ü 2-yə vurun, 8. Çıx 4x bölünsün. Məxrəcdə nə alınır? X-in kvadratı üstə gəl 2x bərabərdir 1. Biz də bilirik ki, eyni şeyə böləndə 1 edir. Yəni, bunlar bir-birinə bərabərdir. Uşaqlar, sürət məxrəcə bərabərdir. 4x-lar gedir, burada qalır 8. Alınır x kvadrat, üstə gəlir 2x, çıx 8, bərabərdir 0. Viet teoreminə görə uşaqlar, görək tapa bilirik. Özdə bizdən elə onu istəyir uşaqlar. Amma diqqətli olmalıyıq ki, məxrəc söhbətində sırası vietlə getməyək. Bəlkə hansısa kök ödənməz. Gəlin birinci kökləri tapım. Vuranda -8 eləsin, toplayanda -2 eləsin. Uşaqlar, Viet teoreminə görə vuranda -8, toplayanda -2 eləyən -4 və 2-dir. Həqiqətən uşaqlar, baxın, məxrəcə -4 də yazanda ödənir, 2 də yazanda ödənir. Yəni, heç birində sıfıra çevrilmir. Yəni, ikisi də kökdür. Bizə də deyir ki, bu köklərin cəmini tap. -4 ilə 2-nin cəmi neçədir? -2. Yazın, Y variantı. Yəni, uşaqlar, biz buradan -2-ni birbaş tapıb yazsaydıq, o risk almış olardıq. Ümumiyyətlə, kökdə, kəsirdə heç vaxt birbaş yaza bilmərik. Çünki dəyişənin mümkün qiymətlər çoxluğunu ödəməlidir. Bəlkə hansısa kök ödəmir.
9-cu sual. Yəni tapdığınız 2 dənə kökü yerinə qoyun, yoxlayın da. Ödənməyən varsa onu götürməyin. Sadə bir şeydir. 5 tam 5-də 1. Uşaqlar, biz bilirik ki, 5-in üstünə 5-də 1 gələndə də 5 tam 5-də 1 eləyir. Və ya uşaqlar, 5-də 1-in üstünə 5 gələndə də 5 tam 5-də 1 eləyir. Bizə də deyir ki, kiçiyini tapın. Bunlardan hansı kiçikdir? 5-də 1. Bildinizmi nə dedim? Yəni toplananların yerini dəyişə bilərəm. Məndən kiçiyi istədiyinə görə 5-də 1-i götürürəm. 5-də 1, yəni 0-10-dakı daha kiçikdir. 13-cü sual. Görüb qorxursunuz uşaqlar sualı. Suala baxın görün. 13-cü sual. Çarpaz vururam. Çünki uşaqlar, ədəd olsaydı, burada x-in yerində 7 olsaydı, o x-ları rahat ixtisar edə bilərdim. Amma x kökdür. Mən o x-i ixtisar eləsəm, kökün birini ixtisar eləmiş oluram. Yəni kökün biri itir. Ona görə ixtisar eləmirəm. Normalda deyirəm axı, bərabərin tərəfindən eyni olanları silin. Burada silə bilmirəm. Çünki mənə kök lazımdır. Çarpaz vururam. X kök 3-ü vururam 2 kök 3. Üstə gəlinsin 2-yə. Burada da 2x-i vururam. 2x üstə gəl kök 3-ə. Uşaqlar, vurub açaq. Amma ixtisar eləyib 0 verə də bilərik. 2 yolun ikisini də denəyəcəyik. Baxaq. Birincini birinciyə vururam. 2x. Kökçü kökçə vuranda 3 eləyir. 2x dənə kök 3. Buradan alınır 4x-in kvadratı. 2x-i kökçə vururam. 2 kök 3 dənə x. X-ları sonda yazaq. 6x üstə gəl 2 kök 3 dənə x. Burada da alınır 4x-in kvadratı. Üstə gəl 2 kök 3 dənə x. Uşaqlar, bunlar artıq, yəni üstə gəldi. Üstə gəllər silinə bilər. İndi bir tərəfə yığıram. 4x-in kvadratından 6x-i çıxıram. Uşaqlar, bayaq vur x-ları silsəydim, kvadratlar itəcəkdi. Biz yəni kvadratı saxladıq. 4x-in kvadratından 6x-i çıxanda 0 eləyir. Buradan ortaq vuruq olaraq 4x-i çıxarıram. X-in 1-i qalır. 6-nı 4-ə böləndə, bölün görün, 1 tam, onda 5 qalır. Kökün 1-i nəyə vuranda 0 eləyir? 0-ı 0-a vuranda. Kökün 1-i 0-dır, 1-i də 1/5-dir. Bizə də deyir köklərin cəmini tap. 0-la 1/5-in cəmi 1/5. Diqqətli olun. Yəni, uşaqlar, biz öncədən bu x-a bölsəydik, misalda bir dənə x qalacaqdı. Yəni, x-i nəyəsə vuranda, uşaqlar, x-in kvadratı eləyir. Biz sonda 2 dənə kök almalıydıq. Anladınız mı? Ona görə öncədən o kökü silmədim. Baxaq 15-ci sual. Çox maraqlı qaydadır. Nəyinsə yerin dəyişəndə nə edirdik? Önünə mənfi atırdıq. Uşaqlar, 2 çıx x-i, x çıx 2 eləmək istəyirəmsə, önünə nə atıram? Mənfi. Önündə zaten mənfi var. Mənfini mənfiyə vuranda nə eləyəcək? Müsbət. Baba, bu dönüb olur müsbət. İndi köçürürəm. X çıx 3, x çıx 2. Yerin dəyişdiyinə görə mənfini mənfiyə vuranda müsbət elədi. X çıx 2 oldu. 7 çıx 3x qaldı. Bərabərdir -1. X çıx 2 məxrəcdir. Sürəti köçürürəm. X çıx 3 üstə gəl 7. Bunları uşaqlar toplayın. X-dan 3x-i çıxanda -2x. -3 ilə 7-ni toplayanda 4. Bərabərdir -1. Məxrəci yoxdursa məxrəcini 1 yazıram, çarpaz vururam. -1-i x-a vuranda -x, -1-i -2-yə vuranda -2. 1-i nəyəsə vuranda elə özü alınır. Alınır -2x üstə gəl 4. X-ları bir tərəfə yığıram. -x-in üstünə 2x gələndə -x. 4-dən 2-ni çıxanda 2. X-i tapdım 2. Amma uşaqlar, nə demişəm? Məxrəc varsa yoxlayın. Məxrəc nə olmamalıdır? 0-dan fərqli olmalıdır. Biz cavabı tapdıq 2. Məxrəci 2 qoyun. 2-dən 2 çıxanda 0 edir. Axı biz demişik 0 olmaz. Yəni 2 qoymaq olmaz. Uşaqlar, bir dənə kök tapmışıq, o da olmur. Deməli cavabımız nədir? Boş söhbət. Anladınız mı? Bir dənə kök tapmışsınız, uşaqlar, o da ödənmir. Deməli boş söhbətdir da. Yəni kökü yoxdur. 19-cu sual. Maraqlı sualdır.
Deyir, A parametrin hansı qiymətində tənliyin bir kökü var. Gəlin bir dənə qısa bir üstündən keçək. Kök 2 olanda vuruq x çıx 2 olurdumu? Kök 7 olanda vuruq x çıx 7 olurdumu? Yəni bunu əzbər bilməlisiniz. Kökdən vuruğun alınma qaydasını əzbər bilməlisiniz. Öyrənin. Kök mənfi 3-dürsə, vuruq x üstə gəl 3-dür. Belədir, yəni. Vuruqda x olur və kökün əksi olur. 2-dirsə mənfi 2, 7-dirsə mənfi 7, mənfi 3-dürsə müsbət 3. Bu qədər. İndi baxaq, vietə görə vuranda 2, toplayanda müsbət 3. 2-ni 1-ə vuranda, uşaqlar, baxın, vuranda 2, toplayanda müsbət 3. 2 ilə 1. İndi yazıram. Kökün 1-i 2 oldu, uşaqlar. O birisi 1 oldu. Kök 2-dirsə, vuruq x çıx 2-dir. Kök 1-dirsə, vuruq x çıx 1-dir. Məxrəcdə x çıx a-dır. Uşaqlar, artıq misalı, yəni buradan başladım həll eləməyə. X çıx a-dır. Bərabərdir 0. Deyir, A-nın hansı qiymətində tənliyin bir kökü var. Uşaqlar, sürətə baxın. 2 dənə x var. Deməli, bunun biri yox olmalıdır ki, bir kök qalsın. Əgər bu yox olsa, A neçə olmalıdır ki, yox olsun? 2. Uşaqlar, x çıx 2-ni x çıx 2-yə böləndə yox olar da, ixtisar gedər. Yəni, A 2 olsa, ixtisar gedər. Və ya o vuruğu yox, o biri vuruğu yox edeyim. Yəni, bu ikisini yox edeyim. Bu ikisini yox eləmək üçün A neçə olmalıdır? Baxın, A 1 olsa, x çıx 1-i x çıx 1-ə bölsəm yox olar. Yəni, A 1 olsa. A-nın ya 2, ya 1. Ya ilə. Ya 2, ya 1. Bilirsiniz niyə ya ilə? Həm 2, həm 1 olsa, onsuz eyni zamanda misala 2 dənə şey verə bilməzsiniz. Amma həm 1-i versək, həm də 2-ni versək, onda ikisi də ixtisar gedər. Yəni, heç bir kök qalmaz. Sürətlə məxrəc eyni olar. Belə bir şey də olmaz. Ona görə ya 2-ni versəm, bu ixtisar gedəcək, bir dənə kök qalacaq. Bildiniz? Ya da o birisi ixtisar gedib, birinci vuruq. Yəni, bir dənə kök qalacaq. Bu da 19-cu sual. Biz uşaqlar 19-cu sualı işləyib cavabı 20-də götürdük, amma heç bir fərqi yoxdur. 19-cu sualda A2 və ya 1 A variantıdır. Diqqətli olun bu şeylərdə. Yəni ya 2 ya 1 qoyanda ödənir. Sonra baxırıq 27-ci suala. Çox maraqlı sualdır. Uzunmuş kimi görünür, amma o qədər sadə və o qədər maraqlı sualdır. Uşaqlar, baxırsınız, x ortaqdır, x ortaq çıxaram. X ortaq çıxaranda nə qalır? X-dan 2 dənə qalır, 7x qalır, 12 qalır, bərabərdir 0. Nəyi nəyə vuranda 0 edir? 0-ı 0-a. Kökün birini 0 tapıram. Viet teoreminə görə, üçlü bir şey görəmsə, Viet teoremi. Nəyi nəyə vuranda 12 edir? Toplayanda 7 eləyir, 4-lə 3. Deməli, uşaqlar, 3 dənə kök tapdım. Mən sizə onsuz demişdim ki, x-in üstündə 3 görürsə 3 kök var. X-in üstündə 2 görürəmsə 2 kök var. 5 görürəmsə 5 kök var. İndi 3 dənə kök var. Deyir, bunlardan yalnız biri. Bunlardan biri. Bu aşağıda yazdığım uşaqlar 2 tənliyin də həllidir. Yəni, bunları da ödəyir. Ancaq biri. Bu 3 dənə kökdən biri bu 2 tənliyi də ödəyir deyir. Bir dənə uşaqlar, tutaq ki, 4-ü yoxlayaq gəlin. 4-ü A, burada uşaqlar məxrəcə 4 qoyun, 0 olur. Axı biz demişik məxrəc 0 olmaz. Deməli, x 4 deyil. Kök bilirsiniz də x deməkdir. Kök 4 deyil. Gəl 3-ü yoxlayaq. 3-ü məxrəcə qoya-qoya gedək. A, burada da 0 alınır. Axı məxrəc 0 ola bilməz. Deməli, kök 3 də deyil. Deməli, kökümüz, ortaq kökümüz nədir? 0. Kök də x deməkdir. Bütün x-ların yerinə 0 qoyacam. 0-dan 10-u çıxanda mənfi 10, 0-dan 4-ü çıxanda mənfi 4, 0-ın üstünə 2 gələndə 2, çarpaz vururam, mənfilər gedir. 4 dənə m bərabərdir 2 dənə 10, m-i tapanda 5. İndi burada 0-dan 12-ni çıxıram mənfi 12, 0-dan 3-ü çıxıram mənfi 3, 0-ın üstünə 2 gəlirəm 2, mənfilər gedir, çarpaz vururam. 3 dənə n bərabərdir 2 dənə 12-yə, n-i tapıram 8. Bizdən görək nə istəyir? M ilə n-in cəmini istəyir. 5 ilə 8-in cəmi 13. Gördüyünüz kimi qətiyyən və qətiyyən çətin sual deyildi. Sadəcə bir dənə x-in yerinə kök, yəni kökün x olduğunu bilməlisiniz də. Yəni deyir, hansı kök bu üçündən, baxın uşaqlar, bu üçündən deyir, hansıdır ödəyən aşağıdakiləri 0-dır. 0 qoyanda cavab öz-özündən alınır. Digərləri də bu qaydada gedir, rahat işləyin, rahat bölmədir, uğurlar.